Hər kəsə salam olsun, hər vaxtınız xeyir olsun. Mən bu videonu çəkməkdə məqsədim nədir? Mənə də linklər gəlirdi hər kəs kimi bu son zamanlarda Temu proqramından. Hər kəsə bu link gəlir. Mən də inanmayaraq bu linkə daxil oldum. Bir neçə hədiyyəni seçdim. Yəni inanmırdım deyə qarşıma gələn hədiyyələri seçdim və məndən nömrəmin təsdiqlənməyini və ünvanımı təsdiqləməyimi istədilər həmin o proqramda. Mən ünvanımı da, nömrəmi də qeyd elədim. Mənə aprelin 20-sinə qədər seçdiyim hədiyyələrin gələcəyini bildirdilər. Yenə də mən inanmadım. Amma aprelin 18-də bizim hədiyyələrimiz gəldi. Mən çox sevindim. İndi hədiyyələrimi sizə təqdim edirəm. Yeni hədiyyələrimi sizlərlə paylaşmaq üçün çox həyəcanlıyam. Temu mənə əslində nə göndərib? Baxın, videomu izləyin və görün. Böyük bir açar dəsti göndərib. Bu açar dəsti 46 dənə parçadan ibarətdir və çox keyfiyyətlidir. Funksional ağıllı saat göndərib. Saatı izləyin. Baxın görün saatda hansı proqramlar var. Bununla yanaşı immersiv 3D eynəyi göndəribdir. Bu 3D eynəyi çox maraqlıdır, çox əyləncəlidir. Baxın, uşaq üçün çox əyləncəlidir. Həqiqətən mən uşağa çox istifadə eləməyə icazə vermirəm, amma mənim çox xoşuma gəldi və baxın mənim üçün nə gəlibdir. Praktik bir dənə mini toz-soran gəlibdir. Bu toz-soranı mən gündəlik necə istifadə edə bilərəm? Gündəlik deməyim də, həftədə 2 dəfə istifadə edə biləcəyim bir əlverişli toz-sorandır, mini toz-sorandır. Bizdə belə bir böyük əşya var, divardan asılı. Bunun tozunu təmizləmək həqiqətən mənim üçün çox çətindir, amma bu toz-soran sayəsində, bu toz-soran vasitəsilə artıq mənim işim yüngülləşibdir. Linkə daxil olun, siz də sizə gələn linkə daxil olun, hədiyyələrinizi seçin, özünüzə lazım olan hədiyyələri seçin. Yəni mənim kimi qarşınıza nə gəlsə, onu seçməyin. Hansı hədiyyəni istəyirsinizsə, sizə nə ehtiyacınızsa onu seçin və yaxınlarınıza da linki göndərin ki, onlar da qazansınlar.